qanun əslində 98-də qəbul olunsa da konsepsiyası 80-ci, 70-ci illərin konsepsiyasıdır. Ona görə də dünya çox dəyişir. Məsələn, bugün Avropa ölkələrinə getsəniz, Yaponiyaya getsəniz, Singapura getsəniz, görərsiniz ki, onların piyada keçidləri başqa cürdür. Başqa cür siqnallaşdırırlar. Orada sürücünün sürətlə piyada keçidinə girməsi praktik olaraq mümkün deyil. Yəni, insan səhvlərini kompensasiya edən, insanın səhv eləməsini istisna edən həllər tətbiq edirlər. Həllərdən biri nədir? Piyada yaxşı görünsün, sürücü sürətlə oradan keçə bilməsin, maksimum dərəcədə. Ona görə də bizim bax bu ideyalarımızdan biri budur. Hətta bir layihədə hazırlamışam şəxsən. İndi Milli Məclis özümü təqdim edəcəm, əlaqədar qurumlara da göndərəcəm. Düşünürəm ki, gələcəkdə bizim yol hərəkəti haqqında qanun təkmilləşdirilməsi və piyada keçidlərinin daha təhlükəsiz təşkili ilə bağlı bir addım ola bilər ki, məsələn, orada da fərqləndirilsin, sürəti endirilməyə məcbur edən elementlər olsun. Baş Dövlət Yol Polis İdarəsindən də 2026-cı ilin 5 ay ərzində olan statistik rəqəmləri əldə eləmişik ki, yəni biz diqqəti buna yönləndirdik ki, bu qəzalar bizi hara aparır, nə qədər hadisədə insan itirəcəyik. Təsəvvür edin, 5 ay ərzində 437 qəzada artıq 242 nəfər ölüb, 325 nəfər xəsarət alıb. Bax, bu ilin 5 ay ərzində söhbət gedir. 242 nəfəri itirmişik. Üzeyir müəllim bilər, 242 nəfər bir tabor qədər, yəni bir şəxsiyyət deməkdir. Dünyanın bir çox ölkələrində bu mövzuya diqqəti yönləndirmək üçün bəzən küçələrdə sorğular keçirdirlər ki, məsələn, ötən il qəzalarda 242 nəfər ölüb. Sizcə 242 nəfər sizin üçün nə ifadə edir? Adamlar soyuqqanlı şəkildə deyir ki, nə bilim, 242 nəfər də ölüb. Və o anda arxa fonda o 242 nəfəri çağırırlar, yığışır orada. Deyir, məsələn, çönün, baxın arxaya. Baxır ki, məsələn, o 242 nəfər oradadır. İçərisində həkim var, polis var, hərbi geyimlisi var, uşaq var, yaşlı insan var və adamlar göz yaşı tökürlər. O mənzərəni göründə ki, yəni doğrudan biz bu qədər insan itirmişik. Biz bəzən buna rəqəm kimi baxanda bir şey ifadə eləmir. Məsələ burasındadır ki, yol hərəkəti qaydalarını pozmaq və riayət etməmək insan həyatının itirilməsinə gətirib çıxarır. Bu, olduqca vacib məsələdir. İndi statistik məlumatlar deyilir, il ərzində Azərbaycanda təxminən 600-700 nəfər həyatını itirir. 1000-dən artıq, bəzən 2000-ə yaxın insan zərər görür, yaralanır, müəyyən qədər əlillik dərəcəsi almış olur. Yəni, bu faktiki olaraq dünyada, bugün narahat bir dünyada münaqişə ocaqları var. Bəzən bu münaqişə ocaqlarında həyatını itirənlərdən daha çox biz görürük ki, il ərzində yol hərəkəti qaydalarının pozulması nəticəsində həyatını itirən insanlar olur və təəssüflər olsun ki, Azərbaycanda kifayət qədər çoxdur. Hesab edirəm ki, bunun da kökündə əslində maariflənmə məsələləri dayanır. Əslində, burada qanunvericiliyi ilə bağlı Ərşad müəllim qeyd elədi. Mən düşünürəm ki, siz ilk növbə, mən şəxsi fikrimdir, mənim bu subyektiv fikrimdir. Təbii ki, buna məsul olan dövlət qurumları var və dövlət qurumlarının təşriflərinizi vermək lazımdır. Və o təşriflər əsasında yığılıb vahid bir fikirlə, mən düşüncəm budur, o təşrif gəlib ola bilər, haradasa müzakirəyə səbəb olsun. Baxın, bugün apardığımız müşahidələr onu deməyə əsas verir ki, piyadaların iştirakı ilə baş verən yol nəqliyyat hadisələrinin böyük əksəriyyəti bayaq qeyd olundu. İşıqlandırılmayan, xüsusilə sutkanın qaranlıq vaxtı və nəzərdə tutulmayan yerlər daha çox baş verir. Baxırıq ki, piyada keçidi var, yerüstü piyada keçidi var, onun altında baş verir qəza. Yeraltı piyada keçidi var, onun üstündə baş verir. Və yaxud da piyada zolağının 5 metr məsafəni, yəni qət edib, həmin o zolaqdan keçmiş. Təsəvvür edin, biz hələ elə də avtomobilləşmiş bir ölkə deyilik. Yenə də statistik rəqəmlərə baxsaz, analiz eləsəz, bizim 1 ildən 5 ilə qədər olan avtomobil sayımız hər il 0,5% təzələnir. Demək, bunun tam təzələnməsi üçün o birisi də köhnəlik axı. Bu hələ Köhnəlir, amma istismardan çıxmır axı yerində. Biz hələ bunu 0,5% ilə göstərsək, bizim tam olaraq bir 50-60-200 il vaxt lazım. Yəni, bu da gözləyirsin olmayacaq. Amma biz həm də avtomobilləşmiş bir cəmiyyət deyilik. Bizdə 1000 insana 179 avtomobil düşür, yük maşınını qarşı. Bu böyük rəqəm deyil. Bu hətta MDB-də böyük rəqəm deyil. Bizim xanımlarımız indi maşın sürməyə, avtomobil sürməyə başlayırlar.